Heç kimin heç yerdə danışmadığı xəbərlər hissə 3. Sloveniya suyu insanların konstitusiya haqqı kimi tanıyan ilk Avropa Birliyi ölkəsi kimi tarixə düşdü. Almaniyada oynaq qığırdaqlarını əməliyyatsız və implantsız bərpa edən gel icad ediblər. Yaponiyada yol tikintisi zamanı mane olan ağacları kəsmək əvəzinə onları kökü ilə birlikdə çıxardıb yeni yerlərə əkirlər. Daniyada köhnə böyük avtobusları marketlərə çeviriblər ki, uzaq kəndlərdə yaşayan qoca insanlar rahat alış-veriş edə bilsinlər. 72 yaşlı qadın nəhayət ki arzusuna çatdı və tibb universitetini bitirdi. O 73 yaşında ordinator olmağa hazırlaşır. Böyük və şirin pandalar artıq rəsmi olaraq nəsli kəsilmək təhlükəsindən qurtuldular. Hollandiya kanalizasiyasında balaca pilləkənlər gecə ora düşən kirpilərin həyatını xilas edir. Keniyada fil baxıcıları yetim qalmış filləri sakitləşdirmək və onlara təhlükəsizlik hissi bəxş etmək üçün həmin fillərlə birlikdə yatırlar. İspaniyada bir qrup nənə doğma şəhərciyin küçələrini sərinləşdirmək üçün nəhəng tentlər toxuyublar. Və bu tip xəbərləri internetdə hamıdan tez eşitmək istəyirsinizsə, mütləq ki Pop Filteri izləməyi unutmayın.